Lənkəran şəhəri İdarə Əliyev mərkəzində Lənkəran rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Talih Qaraşov, Prezident Administrasiyasının ərazi təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Milli Məclisin deputatları Cavanşir Paşazadə, Anar İskəndərov, Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, hüquq-mühafizə orqanlarının idarə və müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra ötən ilin yekunlarına dair hesabat yığıncağı öz işinə başladı. Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Talih Qaraşov hesabat yığıncağında geniş məruzə ilə çıxış etdi. İcra başçısı 2025-ci ildə görülmüş işlər, sosial-iqtisadi nəticələr və 2026-cı ildə qarşıda duran prioritet vəzifələrdən danışdı. Bildirildi ki, Lənkəran rayonunun ən böyük iki problemi, kanalizasiya sisteminin yenilənməsi və zibil poliqonunun müasir dövrün tələblərinə cavab verən səviyyəyə gətirilməsi də artıq reallaşmaq üzrədir. Ötən il Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində dəyəri 50 milyon manat olan tenderin qalibi müəyyənləşib və işlərə yaxın müddətdə başlanılacaq. Eyni zamanda 2026-cı il üzrə dövlət özəl tərəfdaşlığı layihələrinin siyasında Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi də yer alıb. Daha sonra yığıncaqda çıxış edən digər məruzəçilər bildirdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz daha da güclü, qüdrətli və beynəlxalq arenada söz sahibidir. Dövlət başçısının xüsusi diqqət və qayğısı ilə Lənkəran rayonunda günü-gündən inkişaf gedir. Sosial-iqtisadi layihələr uğurla həyata keçirilir. Sonra hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb. Hesabat yığıncağının sonunda rayonun 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. İsmail Cəfərli, Eldəniz Qurbanov, Lənkəran.